Ermənistanın ticarət dövriyyəsi, eləcə də iqtisadi potensialı Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ortaya hesabla 5 dəfə artıb. Bunun əsas səbəbi də Moskvaya tətbiq edilən sanksiyalar fonunda Kremlin alternativ tədarük, logistika və maliyyə kanalları üçün İrəvandan əsas tranzit və reeksport mərkəzlərindən biri kimi istifadə etməsidir. Məsələnin maraqlı tərəfi isə Ermənistan hakimiyyətinin son illərdə özünü qərbə inteqrasiya yolunu seçmiş ölkə kimi təqdim etməyə çalışmasıdır. Baş nazir Nikol Paşinyan xüsusilə 2-ci Qarabağ müharibəsindən sonra Ermənistanın Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə siyasi və iqtisadi əməkdaşlığı gücləndirəcəyini dəfələrlə bəyan edib. Rəsmi İrəvanın ritorikasında geosiyasi dönüş, Rusiya təsirindən çıxmaq kimi mesajlar getdikcə daha çox yer alır. Lakin Rusiya və Ermənistan arasında ticarət əlaqələrinin kəskin artması Paşinyan administrasiyasının son illər seçdiyi qərbi inteqrasiya prosesinə tamamilə zidd hesab olunur. Bununla belə nə İrəvan Moskva ilə əlaqələri kəsir, nə Kreml Ermənistana tutduğu qərb mövqeyinə görə təzyiq edir, nə də Avropa İttifaqında baş verənlərə qarşı bir reaksiya var. Gedişatın bu formada irəliləməsinin isə bir sıra səbəbləri var. İlk olaraq məsələyə Rusiyanın prizmasından baxsaq açıq-aşkar aydın olur ki, Moskva hazırda sanksiyalardan yayına biləcəyi hər bir ölkədən daxilində Kremlə qarşı tutduğu mövqedən asılı olmayaraq istifadə etməyə çalışır və buna bir növ məcburdur. Buna təkcə Ermənistan deyil, Hindistan, Çin, İran, Cənubi Amerika ölkələri və digər bütün dövlət və ya şirkətlər daxildir. Eyni ssenari Ermənistan üçün də keçərlidir. İqtisadi blokadadan çıxmağa çalışan Paşinyan administrasiyası siyasi mövqeyindən asılı olmayaraq mümkün olan bütün dövlətlərlə ticarət əlaqələrini artırmağa çalışır. Faktiki burada hər hansısa bir qarşılıqlı etimaddan söhbət gedə bilməz. Bunu biz belə deyək, qarşılıqlı məcburiyyət adlandırsaq daha doğru olar. Yəni açıq demək lazımdır ki, Ermənistanın özü Rusiya üçün strateji dəyər yaratmır hazırki vəziyyətdə. Ümumiyyətlə Rusiya təkcə Ermənistan Rusiya üçün Cənubi Qafqaz önəmli deyildir. Yəni Rusiyanın hazırki vəziyyətində hər bir ətrafında olan coğrafiyada olan ölkə Rusiya üçün önəmlidir. O baxımdan ki, hazırda çox çətin bir durumdadır və bu kontekstdə hansı ölkəni öz maraqlarına uyğun formada idarə edə bilirsə etməyə çalışır. Eyni şəkildə Avropa İttifaqının da Ermənistanın ikili siyasətinə göz yumması üçün bir sıra səbəblər var. İlk olaraq Rusiya-Ukrayna müharibəsi fonunda Kiyevə edilən yardımlar, qoca qitənin nümayəndələrinin hərbi xərclərini artırması, Trump administrasiyası dönəmində Amerika Birləşmiş Ştatlarının Avropaya iqtisadi və hərbi dəstəyini azaltması kimi amillər Qərbin başının tamamilə özünə qarışmasına səbəb olub. Yəni qoca qitənin nəhəng dövlətləri üçün Ermənistanın ikili siyasəti əhəmiyyət kəsb etmir. Hazırda Avropada elə bir durum yaşanır ki, onun gündəmində Ermənistan faktoru demək olar ki, ya siyasi baxımdan, ya strateji baxımdan bir gündəm məsələsi deyildir. İkinci Dünya müharibəsindən sonra bugünkü qədər Avropada ya dərin təhlükəsizlik, ya da sistem böhranı yaşanmamışdır. Rusiya faktoru, ABŞ-dakı qeyri-müəyyənlik, Çinlə artan iqtisadi texnoloji qarşıdurma birmənalı şəkildə Avropanın hazırki diqqətini özünə cəmləyib. Məhz bu kontekstdə Ermənistan Avropa üçün nə tərəfdaşdır hazırda, nə də prioritet məsələ sadəcə olaraq ümumi Avraziyada siyasi detallardan biri olaraq müşahidə edilməkdədir. Digər tərəfdən qoca qitə İrəvanı Moskvanın təsir dairəsindən çıxartmaq istəyirsə, bunun üçün ölkəyə həm maliyyə yardımları ayırmalı, yatırımlar etməli, həm də Ermənistan üçün yeni ticarət xətti yaratmalıdır. İndiki vəziyyətdə isə Avropa bunu etmək iqtidarında deyil. Odur ki, Ermənistanın həm qərblə yaxınlaşmaq istəyinə, həm də Rusiya ilə iqtisadi əlaqələri qorumasına ən azından indiki məqamda göz yumur. Bugün Rusiya-Ermənistan iqtisadi əlaqələr yüksək səviyyədədir. Həmçinin Rusiyanın iqtisadi blokadadan çıxarmaq üçün Ermənistan da bu istiqamətdə kölgə iqtisadiyyatı ilə Rusiya ilə əməkdaşlıq edir. Xüsusilə bank sektorunda çirkli pulların yuyulmasında və digər sahələrdə biz görürük ki, Ermənistan daha çox iqtisadi cəhətdən Rusiyadan asılıdır. Təbii ki, bunun da Qərbin buna göz yumasında da əsas səbəb Qərbin Ermənistan iqtisadiyyatına vəsait ayırmamasından irəli gəlir. Konkret olaraq Qərb
Ermənistana çağırışlar etdi. Rusiya iqtisadi əlaqələrə yenidən bax. Amma göründüyü kimi Nikol Paşinyan iki stulda oturmağa çalışır. İqtisadi cəhətdən, Rusiya əməkdaşlıq siyasi cəhətdən Avropa ilə əlaqələr. Göründüyü kimi siyasi arenada dost və ya düşmən anlayışı yoxdur. Bütün dövlətlər mənafeləri naminə siyasi, iqtisadi, hərbi mövqelərini dəyişə bilirlər. Rusiyaya qarşı Ukraynaya böyük dəstək verən Birləşmiş Ştatların indiki məqamda Moskvanın lehinə sülh planları hazırlaması və ya Çinlə əlaqələri yenidən düzəltməyə çalışması da bunun ən böyük sübutudur. Eyni şəkildə Ermənistan da baş verən siyasi dalğalanmalardan öz lehinə istifadə etməyə çalışır. Amma Paşinyan administrasiyasının diqqətdə saxlamalı olduğu bir məqam da var ki, Avropadakı böhran bitdiyi an bütün gözlər İrəvana dikiləcək. Həmin anda isə Ermənistanın köməyinə nə ikili mövqeyi, nə də arxalandığı ölkələr gələcək.